İndi bəs bu hesabla o ki, o zaman daha bildirizad idi yadıma gəlir. Bu şəbəkəyə məcazda da çox yayıldı. Ya bir nəfər də zahirən ya bir quruh ya bir nəfər getmişdi, bir baxmışdılar. Bir söhbət çıxdı ki, orada litium var imiş, bir məvad var imiş ki, bu bəzi yerlərdə bunu istəyirlər, istifadə edirlər filan. Ona görə bunu qurudublar. Hala bir yerdən də xəbərlər çıxdı ki, dövlət təksib elədi ki, bu cür bir şey yoxdur. İndi o söhbəti ki, o buyurdunuz Şahın zamanından o proje idi və indi də o icra olur. O bir miqdar məsələni dəyişir. Elə bilirsən bir təəmmüd var dəryanın qurumaqlığına. Bu hesabla onda yəni biz belə deyə bilərik ki, dövlətlər film oynayırlar. Dövlətlər nəqş oynayırlar. Biz bunu dirildəcəyik, pul verəcəyik, ya su çəkəcəyik. Bəs bundan olmayacaq. Ay Mehran, üzr istəyirəm. Biz bir zaman yadımda olsa Nəvid Azərbaycanda səhnədir ki, sərt vururlar. Bəli, bəli. Sonra bildik ki, bu sərt vuranlar pul alırlar. Və bizim də evimizi yıxan bu sərtlərdir. Der nəticə həm pulumuz gedir, həm canımız gedir. Ondan sonra başladılar yol vurmağa. Yol vuranda mən məqalə yazdım, nə səvindim ki, buradan köykü vururlar Təbrizə, biz ərz edeyim yolumuz olacaq. İndi bəzi o iş adamları olar ki, elmələri var, deyirlər də bədbəxtliyinizin biri o yoldur. Mümkündür də düz olmuyor, onunla işim yox. Mənzur istəyən deyən bizi, Ağay Bahadırı, burada nümayəndə məclisi, bizi yığdı, apardı təqribən sizin şəhərin Nəqədi ətrafında ya yanında bir dənə bir kargahı da orada tunel vuruldu. Dediler bu tunel ki vuruldu da konseptdir, nədir ki tamamı dünyanı sıyla bilir, gələcək hamısı dərya qutular. Mən orada bir dənə bir söhbət elədim. Dedim valla bir zaman sərt vuranda da səvin edik, yol vuranda da səvin edik. Biz bunlar pişrəf bilirik da, bizim mərəzimiz yoxdur ki. Ona görə səvin edik. Mən qorxuram bu tunel vurmaq da pul çıxartmaqdır fəqət. Çünki bir dənə bir dəstgah əzimi gətiriblər, dağı dəlir. Dağı dəlir su gətirir. İndi dağı da dəlir, su da yoxdur. Dərya da qurudu. Pəs məlum olan həmən dağı dələn bu Təbriz ilə yolunun arasında bir dənə tıqqılı kağıtdır, dağdır, nə mənədir. Onu ben necə dəlmir. Bizim indi illər boydu bu otobana pul veririk, gəl pul veririk. Amma bu otoban dəyərli, otoban olmuyor. Otoban biz yeyirik dağlığa doğru vurup, düşürüp Təbrizə. Biz bir dənə bir tunel vursal orada çok kısa bir tuneldi. İndi 20 ildir, 30 ildir onu vuramıyıblar. Mənzur o yerdə ki bizə nəfi var, bir dənə qısa tuneli bunlar 30 ildə vuranmırlar. Bəli, o yerdə ki pul çıxartmaqdır, çox rahat bir dənə böyük dağı biz getdik, baxdıq, bir dənə dağa dəliblər. Bəli, o dağın indi səmərəsi yoxdur. O qotsadır ki bunlar ağalar yeyirlər mütəəssifانه. Düzdür. Aynı zamanda bu məsələdə biraz da qaydaq Ayı Pezeşiyana ki, bayaq da ərz elədim, bu seçkilərdə bir Urmu Gölündən də bir söz verdi. Türkü danışmağa bu 15-ci, 19-cu əsrin icra olunmasına bir söhbət verdi, söz verdi. Biz baxırıq, görürük, hesabdan xəbər yoxdur. Biz keçən həftənin içindəydik, o birisi həftə idi ki, Ustandar Azərbaycanın şərqi öz cələsəsində türkü danışır. İran şəhərli zətlər başlayırlar, həmlə edirlər ki, sən gəl türkü danışmayasan, gəl farsı danışırsan, zəbanı rəsmi farsıdır, filandır. Hətta bəzi ruznamələr ki, bəzi nəhadların biləxərə vabəstəlikləri var, bəzi nəhadları, onlar da çox tünd həmlə elədilər. Təəssüflə xud Suxanquyu dövlət də buna işarə elədi ki, xanım Mahaciri ki, biz Ustandara təzəkkür verəcəyik ki, türkü danışmıyor. Yaxşı, siz öz nəzərinizdə bu mani yaratmaqlar, bu maniçiliklər hardan söyləyir?
Pezeşkiyan seçkilərdə o sözləri, o söhbətləri, o vədələri verir, əməldə gəlir, öz dövlətinin içində bu məsələ ilə müxalifətlik edir. Ya keçən həftə Ay Pezeşkiyan gəlir Urmiyəyə, Ay Pezeşkiyanın əsli müavini İsraili gəlir, deyir Ustanı Urmiyə. Yəni bunlar istəmirlər deyirlər Ustanı Azərbaycana qərb, yəni Azərbaycan kəlməsini bunlar işlətmirlər. Siz yenə də buna necə baxırsınız? Bu təəmmüddürlər bunlar ki, bayaq qurduz təsadüf deyil filan. Ay Pezeşkiyan indi bir miqdar adam vaqiətdə aynı zəb bilmir deyə. Biz yəni rəy vermişik Ay Pezeşkiyana. Amma Ay Pezeşkiyan bu dərs fərmanından gedir. Mən çox ayəndəyə ümidvarçılığım yoxdur. Biraz gələ Ay Pezeşkiyan özünü biz dərbədə. Niyə ki, Azərbaycan milləti bais oldu, səbəb oldu, Ay Pezeşkiyan rəy qazandı, səs qazandı. Əgər Azərbaycan milləti özünü çəksə gələn dövrələr Ay Pezeşkiyana bir miqdar vəziyyət xarabdır. İntiqad da qəziyyəsi gələndə nəzəri. Yenə deyirəm, adam bilmir niyə. Biz baxırıq görürük Ay Pezeşkiyan buradadır. Ay Pezeşkiyanın müxalifləri İran şəhərlərdir, mərkəzgərələrdir. Biz də qatışaq onlarla müxalifətlik eləyək bu səbəblərə Ay Pezeşkiyana. Mən bunu çox məntiqli və ağılana görmürəm. Yox, dinməyək Ay Pezeşkiyan gəh ayına. İntiqad gələk oluna. Deyilə ki, bu ayına və məsrini və dəstfərmanını dəyişək. Lütfən bu məsələdə də bir fikrinizi bildirəsiniz. Ərz edeyim, dedi, məni avara qoyan, səni görüm Allah avara qoysun. Bu bizi, bu məsələ vaqən avara qoydu. Biz, hətta o zaman ki, bunun təyidi səlahiyyət olmadı, mən məqalə yazmışam, Nəviddə də vardı, ya Nəviddə yoxdur, zadında var, telegramısında var. Çünki mən özüm oxumuşam bunu. Ki, ağa, bir xatirə yazmışam Ay Pezeşkiyandan, axırında da yazmışam ki, miyərzət tühlər bu adama rəy verələr. Bunu bu səfər kandid olanda da mən bu məqaləni baznəşr elədim. Biz Pezeşkiyana çox zatla baxdıq, ümidlə baxdıq. Biz dedik Pezeşkiyana rəy verir, millət asudə olar. Həttəqəl budur, dövlətlər ki, bizim niyə kimi vurublar, dünya ki vurur, Amerika vurur, İsrail vurur. Həttəqəl bu İran dövlətlərimizi vurmuyorlar. Bir nəfər olar ki, özümüzdən olar, bizim taimiz olar, fikri biraz açıq olar, faşist olmuyor. Filan kəsin düşü görsəndə onu xiyabanlarda çəkib sürmüyor. Hər kəs əslən din ixtiyarıdır. Hər kəs özü bilər. Nə fikri var. İndi deyirlər, hər kəsin əfkarı öz xəmirdən də misvakıdır. İlla bunu özünüzə saxlayın. Xalq nəzüydü, sənə mərbut deyil. Mən sənə aparacağım bir işlə, sən bixudu bir cəhət edirsən. Mən istəmirəm səndən bir yeyid olam. Hətta əgər bir iş olur. Qutuldu getdi də. İndi sən mənə zorla nə mənəyə vadar eləsən, bu nə mənədə mənim xassəm deyil, məni biraz da nifrətimi böyüdürsən. Mənim kilimi böyüdürsən. Mən sənin beşdin istəmirəm. Qutuldu getdi. Əgər bir Allahi var, əgər mən onun bəndəsiyəm, özü mənə məhəbbət eləməz, səndən mən istəmirəm bir şey. Biz Pezeşkiyana rəy verdik, bu cür adamlar. Gəlib rəis-umur olmasınlar. Bu arvadları, zəifləri, bu şəhristanələri, bu milləli piramunu, İranı əziyyət eləməsinlər, öldürməsinlər, vurmasınlar, asmasınlar, kəsməsinlər. Nəticə məmləkət qalsın, Furupaşiyə getməsin, Cəngi daxiliyə getməsin. Biz bu ağay Pezeşkiyana rəy verdik. Ağay Pezeşkiyana insaf edir. Mən müntəxəb mərdumam. Mənə bərazəndə də deyəm, gedəm mən ki, mən gedəcəyim mərkəz yaralan xidmətində olam. Sən məmləkəti İranın xidmətində olasın. Mən üz istəyirəm, hətta o tühləri ki, imit bağlarlanım, Azərbaycanın Şimaliyə, Türkiyəyə, Amerikaya, gibi kişilərə Xuda şahiddir, narahat olurlar.
Yəni məsələn gərək ümidin, təlaşın, hər nə mənən bu İran olur. Amma bu İran da gərək İran olar. İran'da mən danışmayayım. Niye danışmayayım? Sen danışma da. Ne zamana kimi biz lal olacaqsa, sen danışasan, gərək Farsı danışaq. Axı el eləməsinlər cəmaat cana gəlsin desin namından belə Farsı danışmaq haramdır. Mədrəsələrdə də Farsı danışmayın. Cələsat rəsmində də xudu Tehrana da getdi Farsı danışmayın. Türkü deyin, boy ölsün geçsin. Putin danışanda ulan öz dilində danışır. Putin Rusu danışır. 2 dəqiqədən sonra tərcümə edirlər, nə bilirlər. Trump bəy danışanda Farsı danışır. Trump danışanda üz üstə İngilisi danışır. Amerika ilə əsası ilə 2 dəqiqədən sonra bunlar tamam onun sözlər tərcümə ediblər, biliblər nə deyir. Biz də Türkü danışaq, kesin tərcümə eləsin, bilsinlər nə mənədir. Mənzur yəni bunlar da cana yetirirlər cəmaata. Baba tərəf Türkü danışmaq, Farsı danışmaqdan utanır. Danışanmır. Mən bu 10 illərcə bu danışıqlarda dəst vermişəm bu şəhərdə. Nə midanəm müdiriyyəti dövlətçisində, nə midanəm bu danışqahı cami karbərisində rəyində. Ay Mehran, o günlər ki, klasda Farsı olardı, biz Farsı danışardıq. 100 dənə danışdığı türküdən bir dənə sual ələ gəlməzdi. Bir dənə sual eləməzdi. O gün ki, Fars yox idi klasda, türkü danışardıq, 1000 dənə sual elərdi. Gördüm, bu danışdı, utanırdan sualını Fars eləyək. Başarmır Fars danışmağı. Axı bu millətə az əziyyət eləyən, baba hökumət əlinizdən gedər. Ay fizikçiyan, biz indi mən bu hər kəsə deyirəm, ay Nəzəri, və sən deyirdin, axı belə olacaq. Ay Nəzəri, sən gəldin bizim kətdə, dedim fizikçiyanlara, ay Meyran, mən kətdə dolanmaqdan yoruldum. Öz maaşınımla, öz pulumla benzin vurdum, getdim, bu ağaya təbliğ elədim. Bu ağa indi Urmiye'ye gələndə məni qoymur ustadlarıya. Bu səfər 3 gün qalırdım, 2 gün qalırdı. Fərmandarıdan zəh vurdular, nəzər, kodu millinlə nəmidanəm, serialı şünasnamən nəmnə bir hamısını verdim. Dedim, xeyirdir, şəhərdir, nəmənə. Dedi, yox, xeyirdir, ağa gəlir, istirik oturası danışasın. Amir, mən elə müntəzir oldum, hələ dəvətnamə gələcək. Hələ gəlib yetişməyim. Bildim ki, bunu bir idarə, bir ustadları, bir rəhmani, biləxərə, bir idarə da bir adam ki, eləyə bilir, fərmandarı neyniyə, xəfəliyə deyə, səsini çıxartma, bihud eləmsə, nəzərini dəvət eləmsə. Bu, olub həmən fizikçiyə. Oturub bir adamlarla danışır ki, orada, buna qoymudurlar belə cəmaat. Deyirlər, fizikçilərə rəvi, mən bu pantokizmidir, bu təziyyət ələbdir, o gün ki, rəis cumhur ola, İran olacaq, İranistan, nəmidanım, məmləkət dağılacaq, filan olacaq, beyman olacaq, həmən adamlarla oturur danışır. Mən məsəl qalmışam, vaqəən bizi avara qoyunsan, ay fizikçiyə, səni avara qalasan. Ərz eləyim, sən bizi ve qovda başımızı aşağı edirsən, biz uşağımıza da söz deyənmirik. Hər kəsə ağzıma atıram deyəm, oradan bir çörək vey mənə deyir ki, yadında sən də mənə dedin, fizikçiyana rəy vey qutul. Və rəy veymişəm, bətlər olub axı. Axı, mən hətta bunun əvvəldə bir məqalədə də yazdım, vardı. Yazdım, bəzi təriflər var, bunlara pul ehtiyacdır. Bəzi təriflər var, bunlara elm ehtiyacdır. Bizim feilən əlhəmdülillah, nə pulumuz var, nə elmimiz var. Xub, bəzi təriflər var, heç də ehtiyacda. Bir kəlmədir, bir də qarməndir, fıskılıya, deyəsən, cəmaat gələndə onu ehtiram. Ərz eləyim, bir dənə qarməndir, şəhrdariyə, deyəsən, sən sərxud şah dəyəsən, Allah dəyəsən. Sən bir qarməzsən, bu millətdən pul alırsan, bunu içəri girəndə bu, sən dulayaqlar. Bunu dadı ustarsına da deyəcək, darayısına da deyəcək, daraya deyəcək, səni ucuda gətirməmişəm, zülm edəyəsən xəlqə.
Yüz istedim daradan bir şey alasan ona maliyet yazmayasan bədbəxt ne dardan, bakkaldan, çakkaldan tutasın ne nerede evini yıkasan taraf Tuşanın tətil edir. Niye Tuşanın tətil edirsən? Mən bu öz damadım var. Tuşanı tətil edərdi. İndi icarə verir, özü işlətmir. Deyim niye? Bir daha mən darayı cavab verəməm. Mən 10 tümən qazanıram, darayı 20 tümən. Gedirəm cəmaatı soyuram, 20 min tümən qazanıram, darayı 40 min tümən. Tuşanın verirlərdi, indi bekardır. Niye? Bəran sənin idarən zülm edir bu cəmaat. Havayı fizikçiyan. Sen bir de ne idareyi, septaki idare sağlamaz. Neyse oraya idare demenim. Şubeyi, icraiyeyi at yazmakta da. Sen de ona bir de bəxşnamə misin? Sen de mi mənim tutar? Adın Atakan Qod, ya Atakan Qod, ya Atamata Qod. Sen ne? Sen ne karesen? Niye ben uşağıma Ərəbat koya bilmem, bəzi İran'ı Türkat koya bilmem? Yani üzü sıra hayır. Bizim bu fəcaiyimiz zatdan qalan değil. Deryayı ulundan qalan değil. Bunlar da böyük faciədir. Aclıq da böyük faciədir. Bahalıq da böyük faciədir. Biz ağaya fizikçiyana rəy verdik. Bu məmləkət Furupaşiyə getməsin. Zəngi daxiliyə getməsin. Vəli mütəəssifانه bundan güzəştələrin heç fərqi yoxdur. Nə fərqi var bu? Mən vaxtı türkü danışanda məni vuracaqlar, vaxtı mənim kitabıma qoymayacaqlar çapalar. Ne fərqi var? Fizikçiyan olsun ya məsələn rəis olsun ya ondan qabaqdakılar bilməm hatta nə. Xub olsun da ruhani ilə məsələn nə fərqi var? O birisiyle nə fərqi var? Gün be gündəki bədtər olur. Ay Meyran, bu məmləkətdə mənim adamımı, yoldaşımı tutublar, veriblər zindana, duznaməsini bağlayıblar. Ya sen demişsən dolar mümkündür 1000 tümən olar. Sen ziddi xalqısan, sen ziddi cəmaatın. Niye hesabın koydusan? Dolar da 1000 tümən ola bilər. Dolar 100 min tümən. Cəhəfə mühəndis azında. Bu cür gedir, mümkündür bir gün ola 1 milyar tümən. Sen bu kağıt siyah olur pulunda, sen pulun pul değil de. Sen indi mənə gətir 100 milyon pul ver. Bu 100 milyonun mən əvvəl istihdamında 2000 tümən alırdım. Onun cəzisi yoxdur ki. Mən 2000 tümən alanda ağa balası kimin, xan oğlu kimin Tehranda geçinirdi. Şeyhanla 2000 tümən muzda alırdı. İndi milyonları alıram. Xudaya aləm şahiddə 15 liraya yetişəm. Arvadım deyəcək ki, bir şey yazıq deyirəm xanım. Ben təsir ay başı olsun, pulu versinlər ki. Xuday aləm çağır. Mən iki vəzim xoş daha yerinə. Evim var, dəftərim var. Bir əlim ağzıma yetişir. O adamlar işi karıcədirlər, karıcəçilik edirlər. Mən bilmirəm bu. Allah'ın məsələ edirlər, nəsə geçir. Tərəf həm özü müəllimdir pulu alır. Hem xanımı müəllimdir, hem uşağı müəllimdir, Bəli. O adamın ki işi yoxdur, karıcədir, o neyindir? Gözəkləmir, bahar mı yağar, komuza baxıyar mı yağar? Qoyun aşura gəlsin, sizə biz xeyrat verəcəyik. Siz çox anlamıyorsunuz xeyrat verəcəksiniz. Filan ağa görürsən, sən onu pislirsən, təlayı xəyirdir. Niyə? 2500 dənə qızı oxudur. 2500 dənə qızı gələk dövlət oxudur. Onun özünün səhmi yoxdur bu dəftə, pulda. Cəmaatın səhmin yığırla verirlər bir ağaya. O bir ağa bunları neyini? Xeyrat verir. Çox sağlıqdır. Odur ki, hamını qədabar edirlər, dilənç edirlər. Sözləri ki deyirlər, ağılanə deyir, ağlıyla düz demir. Dünən mimarlar danışır televizyonda. Deyir ki, onlar ki, gedirlər, bu zavallılar, axtarırlar oradan. Sonra əmələ tapırlar, bazı satırlar. 5 qırın çıxardarlar bir sürə yiyələr. Bunlar özlə dəlili Tuğsəyə İrandır. Dəlili əzəmət İrandır. Bu biz çox əzəmətliyiz. Biz pulumuzu sıfırdır. Bizim dəryamız quruyub. Biz öz dilimizlə danışamırıq.
dilimizlə, zəbanı madəri ilə heç keçmədi. Əfqanistan'da da belə bir şey yoxdur. Angola'da da yoxdur. Sudan'da da yoxdur. Hər kəs öz dili ilə danışır, yaxşı dil danışır. Ay fizişyan, sən o Suxanqonda kimdir onu deyin, Lal Olcuna yaxşı eləyib sonra öz dili ilə danışır. Əslən götür, zat verilince hamı öz dili ilə danışsın. Nə zəbanı müştərəkindən mən bir farsla danışanda danışarım. Da ben bir Türkçe danışanda Farsça danışamam ki onunla. Bunlar mənzur yani bir devlərdirlər, bir həyyullalardılar. Hamısı da üsul üstünde gəlib iş üstə. Heç biri təsadüf bir şey deyil. Bizlər sadə millətdir. Bizlər nə mənə ürəyimizdə var, ağzımızdadır, ağzımızda olan ürəyimizdədir. Biz bir məmləkəti istirik. Havayı Mehran. Biz istirik bu məmləkət Xuday nəşərdə dağılmasın. Allah şahiddir, Allah şahiddir. Hər kəsindən hazır muhterem bəhs eləyəm. Bu İran şəhəridir, Pamiranistdə hər nədir. Bunların siyasətləri icra olsa bu məmləkət dağılar. Bu məmləkəti saxlayan tüylər olublar. Tüylərin tərəfinə gəlsələr, içinə bir 2 qramlıq çörək yiyəcəklər, xoşbəxt olacaqlar. Necə ki 1000 il İran xoşbəxt olub, çörək yiyib, məmləkətlərdə baş saxlayıb, bir xatırı bu tüylərdir. İndi bunlar bizləri zəd edirlər ki, biz hər nəni ataq, gedək evimizə. Mən də bir qolu biz o məhdud əfraddanıq. Çox adam mənə deyir ki, aynı zəri, varındır, planındır, çörəyin yiyirsən, çayın yiyirsən, baba, ged evində şefiyim elə film yem bax. Nə danışmaqdır, nə insən cəmaat, nə dedi, nə demədi. Fizişyan neynədi, neynəmədi. Yine mənim ürəyim razı olmur. Deyirəm, sabah Xuday nəşərdə bu məmləkət dağılsa, sabah Xuday nəşərdə bu məmləkət aradan geçsə, yine biz avurulacaq. Bura bizim evimizdir da, bura evimizdir. Sən mənə deyəməsən ki, evində niyə öz dilindən danışsan, yaxşı edirəm öz dilindən danış. Fizişyandan onun o xanımın adı nə mənədir, Suxanqo. Xanım Muhaciri. Xanım Muhaciri, vəzirlər, vəkillər, yeşələr, müştehidlər, ağa mənim dilim tüytü türkçü danışacaq. Bir dəfə öldürətsən, gəbi 30 milyonu öldür, qırqutar məsələni, sən bu işi görənməsən, öldürənməsən. Sən İsrail deyilsən ki. Sən Cumhuri İslamısən. Biz istəmirik sən oradan gedəsən. Bəli, Xuday nəşərdə bulan bu bərnamələri öz əleyhilərinin fəaliyyəti və mücizəsinin seyirdə dedi. Yani mən heç şeydə bir hükümət görməmişəm ki, öz əleyhinə bu qədər işləyir. Ağa hamı məsələn rəqs eləməsin. Niyə eləməsin? Bu rəqs eləsin də. Əslən bir də bir bəxşinamə sala mədrəsədən, Hüləndədə bir gün var. Mədrəsədən çıxan danışamız evinə qədər oynayacaqlar. Sağlıq bir zad olar Hüləndədə mən gözümlə görmüşəm. Bir də bəxşinamələ hər kəs mədrəsədən çıxdı, oynayacaqsın evinə. Baxı sən bu nə? Dərddə tutmuşsan, heç kəs oynamasın, heç kəs şahlıq eləməsin, heç kəs danışmasın, heç kəs deməsin, nə edirsən? Bir dənə bir aram göylük oyda qurbağa da qurqur eləməyir. Bu məmləkətin nəyə dəyər onda? Gəldik bu indi 30 milyon lal, summun, bukmun, umyun. Nə danışırıq, nə eşidirik, nə filan nə edirik, nə dinirik. Nə insan bu məmləkət? Sən bu məmləkətin çörəyin ki verən misin? Sən bu məmləkətin ətin ki verən misin? Sən bu məmləkətin yeməyini ki verən misin? Pulun hifz eləyən misin ərzişini? Dönürsən, gəlirsən bir şeydə izafə, öz dilinlə danışma. Danışacaq. Düşmən olursa nə olur? Dost olursa da. Biz deyirik, biz səninlə dostuz. İstəmirik sən oradan gedəsən. Mən bu bərəndəzlana fəqət davam bu olar ki, Cumhur İslamı yaxçıdır. Hətta gəl bu da sizdən yaxçıdır. Gərək qala. Sən də biraz insaf elə, sən də biraz rəhmə gəl. Ay bizi şiya. Mən elə bu yanla belə eləyəcəyim də təhdid eləyəm vardı cəlili. Və əndazəyi qafı təhdid eləyir də sən gəl bu Amerika
təhdid eləmək lazım deyil ki. Abi özünün o ətrafınıza baxın. Sən axı bəzi kişilərlə biz Amerika ilə bərabər eləyənməni. Bunu belə hamı bilir. Bunu uşaqdan da soruşsan deyər. Bunu danışır da deyər. Ustad danışqa da deyər. Hətta bunun öz uşaqları evlərində buna deyər. Çal, sən Amerika bir ayrı mərhələdədir. Sən bir ayrı mərhələdəsən. 4 dənə uşağım var o trenlə dostunda. Əslində bomba həstəyim var. Mənə tənha səndə bomba həstəyi var. Hamı da var da. Onda elə bu bomba həstəyi olanlar dursun da geçsinlər. Desin Pakistan desin mən geyrim Amerikan aradan aparır. Deyirlər, niyə qoyurlar sən aradan aparasın? Baba bir sazman-ı milal var, bir nəzm var, bir nuzum var. Yüz istəyirəm Allahın potini ki, doğumun kişvəri qudrətməndi dünyadır. Dedi, gedirəm 3 saatda Ukrayna alam, gələm 400 dünyada bataqdan. Səni də çəkdir yanına, Avropa səndən dostuydu der müqabil Amerika, səni də Avropa özgən düşmən edərdi. Və nəticə indi sən Amerika ilə tək tərəfdəsən. Sən Avropa ilə də tərəfsən. Niyə? Bəran ki, 4 dönənə midənə muşəq edir zadayana, onlar da ya bildilər, ya hər nə mənə, sən Rusiya özü sənə silah verməz indi, deyək, İsraillə davudasın. Sən də Rusiyaya deyərdin, amma nə fərq eləməzsən, ya Ukrayna. İkiz də mənim dostumsuz, mən davulu kişvərə silah verəm mən. Bu bir dənə bir elmi də var, bir də beyin elmilərdədir. Bu günlər biz Türkiyə ilə geçgəlimiz var. Xoşuq, filanıq, gedirik, gəlirik. Sabah Türkiyə bir dənə bir kişvərə həmsayə ilə zəncə dursa, biz də eləyə bilməyik ondan rahat. Şimdi illa biz deyirlər, Əraq da bizim dostumuzdur, Ermənistan da bizim dostumuzdur, Azərbaycan da dostumuzdur, Türkiyə də dostumuzdur. İndi bunların ikisi Xuday nəşədə bir-birinə tabi eləsələr, bizim zərəlimizə. Bunlar mütəəssifانه bu məsələ yoxdur. Hər da axtarırlar bir yerdə bir şeylər, tapırlar ki, görək məsələn o kişvərlər, məsələn Norveç, Finland, İslov filan behman niyə bizdən düşmən deyirlər? Bir də bir məsələ çıxardırıq, onlar özümüzə düşmən edirik.